Salam, hər vaxtınız xeyir. Bugünkü dərsimiz kəsirlərin ixtisarıdır. Kəsirləri ixtisar eləməkdən ötürü, deməli, onların surət və məxrəcini vuruqlarına ayırmaq lazımdır. Vuruqlarını ayırandan sonra ixtisar edə bilərik. Deməli, bölməni isə vurma ilə əvəz eləmək lazımdır. Bu, adi kəsirlərdə olduğu kimi, rasional kəsirlərdə də eyni mənanı kəsb edir. Dəyişənin mümkün qiymətlər çoxluğu deməkdir ki, kəsirin məxrəci heç vaxt sıfır ola bilməz və yəni bəzi kəsirlərdə bunu da nəzərə almaq lazımdır. İndi birinci tapşırıqda bölməni yerinə yetirmək üçün dedim ki, vurmaya çevirmək lazımdır. Yəni bölünəni, yəni x bölünsün n-i bölənin tərsinə m bölünsün x kvadratına vurmaq lazımdır. Burada x ilə x kvadratı ixtisar gedir. Burada qalır 1, burada qalır x-in özü. Deməli, nəticə etibarı ilə nə olur? N, x surətdə də m. N2 və surətdə də m, y variantı. İkinci kəsiri ixtisar etmək üçün vuruqlarını ayırmaq lazımdır. 4 hər ikisində ortaq vuruqdur. A hər ikisində ortaq vuruqdur. Məxrəcdə qalır y üstəgəl x və daha doğrusu mötərizədə qalır y üstəgəl x, məxrəcdə də var 8a. Bərabərdir. Burada a ilə a ixtisar gedir, 4 ilə də 8 ixtisar gedir. Surətdə qalır 1, məxrəcdə qalır 2. Cavab olaraq olur y üstəgəl x bölünsün 2. C variantı. İkinci tapşırıqda belə bitdi. Üçüncü tapşırığa baxaq. Deməli, ilk baxışdan gördüyümüz ixtisar eləyək, vuruqlarını ayırmanı eləyim. Deməli, a kvadratı a. Deməli, bunların hamısında ortaq vuruq a var. A-nı ortaq vuruq çıxardanda mötərizənin içində qalır 5a üstəgəl b üstəgəl 1. Məxrəcdə də ortaq vuruq b-dir. B-ni çıxardıramsa qalır b üstəgəl 5a üstəgəl 1. Deməli, bu mötərizənin içi eynidir. Sadəcə olaraq vuruqların yerini dəyişik verib. Ona görə də bu mötərizənin cavabı ilə bu mötərizənin cavabı ixtisar gedir. Yalnız surətdə qalır a, məxrəcdə qalır b. 3-də olur D variantı. Dördüncü tapşırıqda yenə ilk gördüyüm vuruğu ortaq vuruq çıxardıram. Surətdə hamısında gördüyüm olur x-in dərəcəsi az olan, yəni x. Onda mötərizənin içində qalar 3x üstəgəl y çıxılsın 1. Məxrəcdə isə hamısında ortaq vuruq y-dir. Y-i çıxardanda qalır y-in bir dənəsi 3x çıxılsın 1. Yenə bu mötərizə ilə bu mötərizənin cavabları eynidir və ixtisar gedir. İxtisar gedəndən sonra qalır x bölünsün y. 4-də də yenə də D variantı olur. 5-ci tapşırığı həll eləməkdən ötürü biz surətdəki x kvadratı çıxılsın 10x üstəgəl 25-in, deməli x çıxılsın 5-in kvadratı olduğunu görürük. Yəni mən surətdə yazsam ki, x çıxılsın 5-in kvadratı bu ifadəyə bərabər olar. Məxrəcdə də x kvadratı çıxılsın 25-dir. Surəti fərqin kvadratı kimi, məxrəci isə kvadratlar fərqi kimi vuruqlarını ayırmalıyam. Fərqin kvadratıdırsa bu, həmin bu vuruqdan, yəni x çıxılsın 5-dən 2 dənəsinin hasili deməkdir. Məxrəcdəki də 25-dirsə, 25 5-in kvadratıdırsa, mən bunu x çıxılsın 5 və x üstəgəl 5 kimi vuruqlarını ayıra bilərəm. Deməli, burada x çıxılsın 5 ilə surətdəki x çıxılsın 5-i bir ixtisar gedir. Məxrəcdə x çıxılsın 5 surətdə qalır. Məxrəcdə isə x üstəgəl 5 qalır. X çıxılsın 5 surətdə, x üstəgəl 5 məxrəcdə. Deməli, burada diqqətli olmaq lazımdır. Burada da surətlə məxrəcin yerini dəyişik verib. 6-cı tapşırıqda yenə surətə diqqətlə baxırıq. Surət bizə verir x çıxılsın 7-nin mötərizə kvadratı. Məxrəcdə də yazıram x kvadratı çıxılsın 7-nin kvadratı. Yenə surəti fərqin kvadratı kimi vuruqlarını ayırsam, x çıxılsın 7 mötərizəsindən 2 dənə. Məxrəcdəki isə olasıdır x çıxılsın 7 və x üstəgəl 7 kimi. Burada yenə çıxmanın biri ilə çıxmanın biri ixtisar gedir. Surətdə qalır x çıxılsın 7, məxrəcdə isə x üstəgəl 7 ifadəsi. Surətdə x çıxılsın 7, məxrəcdə x üstəgəl 7 ifadəsi qaldı. 7-ci tapşırıqda. 7-ci tapşırıqda görürəm ki, hər ikisi mənfidir. Buradan surətdən hər ikisindən mənfini ortaq vuruq çıxarsam, mötərizənin içində qalar b-nin kubu üstəgəl 27-dirsə, 27-ni də yerinə yazıram 3-ün kubu. Və məxrəci olduğu kimi yazıram hələ ki, bərabərdir. Bu mənfini verirəm kəsirin qabağına və surəti
kublar cəmi kimi vuruqlarını ayırıram. Birinci mötərizədə onlar b üstəgəl 3. İkinci mötərizədə birincinin kvadratı çıx ikisinin hasili üstəgəl ikincinin kvadratı, yəni 3-ün kvadratı verir 9. Məxrəcdəki b kvadratı çıxılsın 3b üstəgəl 9-u da yazıram. Deməli, bu məxrəcin bütöv vuruğu ilə bu surətdəki ikinci vuruq ixtisar gedir. İxtisar gedəndə qalır mənfi mötərizədə b üstəgəl 3. Mənfiyə nəzərəndə mötərizəni açsam, mənfi b çıxılsın 3 qalar. Deməli, 7-də də cavab oldu b variantı. 8-ci tapşırıq. Yenə burada bölmədir. Bölməni vurma ilə əvəz eləməliyəm. Deməli, 8a-nın kvadratını yazıram. Bölməni vurma ilə əvəz eləyirəm. Bunun da tərsini yazıram. Tərsi də olar 3a üstəgəl b surətdə 3a-nın kvadratı məxrəcdə bərabərdir. Burada deməli, biz bilirik ki, ifadənin məxrəci yoxdursa, yəni bunun məxrəci 1 deməkdir. Bu isə o deməkdir ki, surəti surətə, məxrəci məxrəcə vurmalıyım. Və bu zaman buradan aydın görünür ki, a kvadratı ilə a kvadratı ixtisar gedir. İxtisar gedəndə 3-də 8 qalır. Bu ifadənin də məxrəcində daha 1 oldu. 3-ü qabağa verdiyimə görə. Deməli, 3a üstəgəl b. 3-də 8, 3-də 8, 3a üstəgəl b, 8-də E variantı. 9-cu tapşırıqda yenə bölməni vurma ilə əvəz eləməliyəm. Deməli, yazıram 9a-nın kubu vurulsun 2a kubu məxrəcə düşür. 2a üstəgəl b də surətə qalxır. Burada a kubları ixtisar gedir. 9 bölünsün 2 qalır və 2a üstəgəl b də mötərizədə qalır. 9 bölünsün 2, 2a üstəgəl b, 9-cu testdə cavab oldu E variantı. Sonra baxıram buna. Burada deməli, ilk görünən vuruq 3-dür. 3-ü ortaq vuruq çıxardanda qalır a-nın kubu çıxılsın b-nin kubu. Məxrəcdə isə 3-ü ortaq vuruq çıxardanda qalır a-nın kvadratı çıxılsın b-nin kvadratı. Bərabərdir. Burada hələ ki, bu isti-isti ixtisarları eləyim. 3-lər getdi. İndi surəti kublar fərqi kimi vuruqlarını ayırım. Yəni, mötərizənin içində olası da a çıxılsın b. İkinci mötərizədə a kvadratı. Üstəgəl ab. Üstəgəl b-nin kvadratı. Məxrəcdə isə kvadratlar fərqidir. Yəni, burada da a çıxılsın b olasıdır. İkinci mötərizədə a üstəgəl b olasıdır. Bu vuruqla bu vuruq eyni olduğuna görə ixtisar gedir. Yerdə qalanlar olduğu kimi qalır. A kvadratı üstəgəl AB üstəgəl B kvadratı, məxrəcdə isə A üstəgəl B-nin cəmi. A və B-nin cəmi A kvadrat üstəgəl B kvadratı. Bəli, bu oldu D variantı. 11 nömrəli tapşırıqda yenə 2-ni ortaq vuruq çıxardıram surətdən, 2-ni də ortaq vuruq çıxardıram məxrəcdən. 2-ni çıxardanda qalır A kvadratı çıxılsın B kvadratı. Buradan da 2-ni çıxardanda qalır A kubu üstəgəl B-nin kubu. 2-lər ixtisar getdi. Yerdə qalanları vuruqlarını ayırsam, onlar A çıxılsın B, A üstəgəl B. Məxrəci də kublar düsturu ilə açsam, onlar A üstəgəl B birinci mötərizədə, ikinci mötərizədə fərqin natamam kvadratı, yəni A kvadratı çıxılsın AB üstəgəl B-nin kvadratı. Bunun bir vuruğu ilə, yox, bu toplamı ilə toplama eynidir, bu çıxma qalır. Surətdə qaldı A çıxılsın B, məxrəcdə qaldı A-nın kvadratı çıxılsın AB üstəgəl B-nin kvadratı. Bax, bu qalıb, səhv ixtisar elədim. Toplaması ilə toplaması ixtisar getdi. Bu A çıxılsın B qaldı. Məxrəcdə də isə ikinci vuruğumuz qaldı. Deməli, A çıx B surətdə, məxrəcdə də A kvadratı çıxılsın AB üstəgəl B-nin kvadratı olur A variantı. 12 nömrəli tapşırıq. Burada yenə deyirəm, bu tapşırıqları işləmək üçün müxtəsər vurma düsturlarını baxan kimi görmək lazımdır. Surətdəki ifadənin yerinə A üstəgəl B-nin kvadratı yazıram və A üstəgəl B-nin kvadratı həmin bu A üstəgəl B ifadəsindən 2 dənəsinin hasili deməkdir. Məxrəcdə də A kvadratı B-ni yazıram, vurmanı yazıram, B-ni yazıram, A üstəgəl B-ni yazıram. İndi ixtisar eləyirəm. Bu B ilə B ixtisar getdi. A üstəgəl B ilə də A üstəgəl B getdi. Surətdə A üstəgəl B-nin bir dənəsi qaldı. Məxrəcdə isə A kvadratı qaldı. Qalanları 1 oldu. 12-də də cavab oldu A variantı.
13 nömrəli tapşırıqda yenə surəti olduğu kimi qalır. A-nın kvadratı B. Məxrəcə baxıram ki, bu bizə A çıxılsın B-nin mötərizə kvadratı verir. Yəni bu isə o deməkdir ki, A çıxılsın B-dən 2 dənəsinin hasili. Yəni bu A çıxılsın B-nin kvadratıdır. Vurulsun A çıxılsın B, məxrəcdə də A. Bu A çıxılsın B ilə A çıxılsın bir dənəsi ixtisar edir. A ilə də A kvadratı ixtisar edir, qalır A. Deməli, surətdə qaldı A ilə B-nin hasili, məxrəcdə qaldı A ilə B-nin fərqi. A ilə B-nin hasili, A ilə B-nin fərqi. 13-də D variantı. 14-də bu mötərizədən kvadratıdırsa, yəni həmin mötərizədən 2 dənə deməkdir. Bu A çıxılsın B və A çıxılsın B kimi vuruqlarını ayırıram. Məxrəcdə kvadratlar fərqidir. Kvadrat və fərqini də A çıxılsın B, A üstəgəl B kimi vuruqlarını ayırıram. Burada çıxmanın bir dənəsi ilə çıxmanın bir dənəsi gedir. A çıxılsın B surətdə qalır. A üstəgəl B də məxrəcdə qalır. A çıxılsın B, A üstəgəl B. 14-də E variantı. 15 nömrəli tapşırıqda yenə A üstəgəl B-nin kvadratı o deməkdir ki, həmən bu B üstəgəl A mötərizəsindən 2 dənə. B üstəgəl A. Məxrəcədə kvadratlar fərqi ilə vuruqlarını ayırsam birbaşa düsturdur. A çıxılsın B, A üstəgəl B. Burada A üstəgəl B ilə B üstəgəl A, yəni toplananlar yerini dəyişəcəm. Dəyişmədiyinə görə ixtisar edir, yerlərində 1 qalır. Surətdə qalır. Deməli, B üstəgəl A, məxrəcdə də qalır A çıxılsın B. Yəni, burada B üstəgəl A və də A üstəgəl B olmağın fərqi yoxdur. Amma A çıxılsın B ilə B çıxılsın A olanda bunun fərqi -1 olur. Yəni, -1'dir. Yəni, bir-birinə ixtisar eləyəndə. İndi baxıram, burada A üstəgəl B verir, bir dənə də A çıxılsın B verir. Burada yenə bunun da yerlərini dəyişib yaza da bilərəm lap. A üstəgəl B eyni şeydir. A çıxılsın B-də olduğu kimi qaldı. Deməli, 15-də də cavab oldu B variantı. Toplananların yerini dəyişmək olur. Onda cəm dəyişmir. Yenə vurmanı yerinə yetirmək lazımdır. Bunun üçün deməli vuruqlarını ayıraq. 6. Bax, tamam istəyirsinizsə bu səfər xırda-xırda ayıraq. 6-nı yazıram. X kubunun yerinə yazıram. X kvadratı vurulsun X. 25 5'in kvadratıdır bu. 25 5'in kvadratıdır. Bunu da vuruqlarını ayıranda olur. 5 çıxılsın X və 5 üstəgəl X. Məxrəcdə də 5 çıxılsın, X çıxılsın 5'dir. Bu 18'i də yazıram. Yəni vurma, surətə vurdum, məxrəcə. 18'i də yazıram. 6 vur, 3 vur, X kvadratı kimi ixtisarları qəşəng görmək üçün. Deməli, 6 ilə, bax bu 6 ixtisar etdi. X kvadratı ilə də bu X kvadratı ixtisar etdi. X çıx 5 ilə 5 çıxılsın X ixtisar gedir getməsinə. Amma yerlərində 1 yox, -1 qalır. Çünki bu ədədlə bu ədəd əks ədəddir. Mənfini də versəm kəsrin qabağına, onlar mənfi. Surətdə qaldı 5 üstəgəl X ilə. Bir dənə də burada X-imiz qaldı. X-in hasili. Məxrəcdə isə yalnız 3. Burada da vurmanı baxıram ki, belə cavab yoxdur, vurub açıb. Mənfini yazıram, surətdə olur. X kvadratı üstəgəl 5x bölünsün, məxrəcdə də 3. Deməli, 16'da da oldu bu variant. 17'də 9 x'in kvadratı bölünsün, x üstəgəl 4'dür. Vurulsun. Bu 16 4'ün kvadratı olduğuna görə 4 çıxılsın x və 4 üstəgəl x hasili kimi vuruqlarını ayırır. Məxrəcdə də 6x var. Bu x üstəgəl 4 ilə 4 üstəgəl x ixtisar edir və yerlərində 1 qalır. Sonra buradakı x kvadratı ilə bu x kvadratı ixtisar edir. Bir dənə də x burada qalır. Deməli, surətdə qaldı. Bir dəqiqə, 9 ilə 6'nı da ixtisar eləyək. 9'da qaldı. 3'ə bölsəm 3, 6'nı da 3'ə bölsəm eləyir 2. 3'ü də 2'yə böləndə burada cavablar onluq kəsirlə olduğuna görə bölüb yazıram. 3'ü 2'yə böləndə eləyir 1,5. Burada vuruqlardan biri x qaldı, biri də 4 çıxılsın x qaldı. Deməli, 1,5 x 4 çıxılsın x 17'də oldu B variantı. 18 nömrəli tapşırıqda. Deməli, burada ifadəni sadələşdirmək ötürü hər iki ifadəni qüvvətə yüksəltməliyəm.
Bu üstündə 4 demək, yəni bu 2'nin də, x kvadratının da, 3'ün də, y üstü 3'ün də hamısının üstündə ayrı-ayrı 4 deməkdir. Burada da hamısını kvadrata yüksəltməliyəm. İndi bir-bir kvadrata yüksəldirəm. Yəni qüvvətə yüksəldirəm. 2'nin üstündə 4. Yazıram elə. 2'nin üstündə 4. X kvadrat üstündə 4 ise deməli bu olur x üstü 2'ni 4'e vururam 8. Məxrəcdə 3'ün üstündə 4'dür. Elə olduğu kimi yazaq. Hələ ki y kubunun üstündə 4 ise y yazıram. Üstləri də bir-birinə vuranda eləyir 12. Vurulsun. İkinci mötərizənin hər bir həddini kvadrata yüksəldirəm. 3'ün kvadratı. Vurulsun. Y'nin üstü 1'dir. Kvadrata yüksəldir. Ne olur? Y üstü 2. 4'ün kvadratı. Vurulsun. X kvadratın kvadratı deyilir. X üstü 4. İndi ixtisara baxıram. İxtisarda deməli 2 üstü 4 də 16 eləyir. 4 üstü 2 də 16 eləyir. Elə yəni bununla bu ixtisarca etdi. Sonra 3'ün kvadratı ilə 3 üstü 4 ixtisarca etdi. Qaldı 2 dənəsi. 3 üstü 2. Qoy burada hələ ki 3 üstü 2'ni yazaq üst-üstə. X üstü 8 ilə x üstü 4 ixtisarca edir. Burada qalır bir dənə, burada qalır x üstü 4 dənəsi. X'in üstü 4. Y kvadratı ilə də y üstü 12 ixtisarca edir. Məxrəcdə qalır y üstü 8. Deməli y üstü 8 də burada qaldı. Cavab elədi x üstü 4. 3'ün kvadratı eləyir 9 vurulsun y üstü 8. X üstü 4. 9 vurulsun y üstü. Bir dəqiqə burada y'nin kvadratı ilə y üstü 12'ni ixtisar eləmişəm. Y üstü 10 qalır. Yəni 2 dənəsi gedir, 10 dənəsi qalır. Burada mexaniki səhv getdi. 10 dənə. X üstü 4, 9 y üstü 10. A variantı. 18'də. 19'a baxaq. 19'da yenə olan ifadələrin hər birini kvadrata yüksəltməliyəm. İkinci mötərizənin hər birini kuba. 5'in kvadratı eləyir 25. A kubun kvadratı eləyir A üstü 6. Məxrəcdə 4'ün kvadratı eləyir 16. Vurulsun. B kvadratın kvadratı eləyir B üstü 4. Vurulsun. Bunların da hər birini kuba yüksəldirəm. 2'nin kubu 8. B kvadratın kubu B üstü 6 və 3'ün kubu da eləyir 27. İndi baxaq burada nəyə? Yəni ixtisarlara. Bir dənə burada ədədlərdən 8 ilə 16 ixtisarca edir 2. Başqa ixtisarca edən ədəd yoxdur. Ona görə də 25'i surətdə yazıram. Yəni burada 1 qalıb. 2'ni də 27'ye vuranda eləyir 54. Sonra B üstü 6'nın B üstü 4'ün 4 dənəsi ixtisarca edir. Burada qalır B üstü 2 və A üstü 6'ya da məxrəcdə ixtisar olunası A ifadəsi olmadığına görə deməli 25'in yanında yazıram. A üstü 6 vurulsun. B üstü 2. Məxrəcdə də dəyişən qalmadı. 25 A üstü 6 B2 üstü 2 bölünsün 54. 19'da oldu S variantı. 20 nömrəli tapşırıqda deməli S kvadratı çıx 9'dur. 9'u da mən 3'ün kvadratı kimi yaza bilərəm. Və vuruqlarını ayırsam bir dəfə S çıxılsın 3. Bir dəfə də S üstəgəl 3 olur. Məxrəcdə də bu 6 elə bil ki 2 vurulsun S vurulsun 3. 9'un yerinə də 3'ün kvadratı yazsam. Burada da S kvadratıdır. Bax. Birincinin kvadratı birinci ilə ikincinin hasilinin 2 misli. Bu da ikincinin kvadratı. Deməli bunun yerinə mən S üstəgəl 3'ün mötərizə kvadratını yaza bilərəm ki. Bunun da vuruqlarını ayıranda olar S üstəgəl 3 və S üstəgəl 3'ün hasili. Vurulsun. Surətdə 3 üstəgəl S-dir. Məxrəcdə S çıxılsın 3'dür. Bərabərdir. Bu 3 üstəgəl S ilə 3 üstəgəl S-nin biri 7. Yəni 3 üstəgəl S, S üstəgəl 3 fərqi yoxdur. Sonra bu S üstəgəl 3 ilə S üstəgəl 3 7. S çıxılsın 3 ilə də S çıxılsın 3 7. Deməli bu gedənlərin yerində hamısında 1 qaldı. Surətdə ol elədi 1. Məxrəcdə də 1. Biri də 1'ə böləndə cavab eləyir 1. 20'də bu variant. 21 nömrəli tapşırıqda surətdə bu 4 2'nin kvadratıdır. Bu 4'də də yazıram 2 vurulsun x vurulsun 2. Yəni birinci ilə ikincinin hasilinin 2 misli. Ona görə də deməli bu olur x üstəgəl 2'nin mötərizə kvadratı. X üstəgəl 2'nin mötərizə kvadratı isə x üstəgəl 2 mötərizələrinin bir-birinə vurulmasıdır.
Bu 4 də yenə olur 2'nin kvadratı. Ona görə kvadratlar fərqi kimi vuruqlarını ayıranda olur. X çıxılsın 2 ilə x üstəgəl 2'nin hasili vurulsun 2 çıxılsın x 2 üstəgəl x-i kəsiri olduğu kimi yazıram. X üstəgəl 2 ilə x üstəgəl 2 ixtisar getdi. Yerlərində qaldı 1. Bu x üstəgəl 2 ilə 2 üstəgəl x ixtisar getdi. Yerlərində yenə 1 qaldı. X çıxılsın 2 ilə 2 çıxılsın x ixtisar gedir. Əks ədədlər olduğuna görə bunun yerində də mənfi 1 qalır. Surətdə 2 dənə 1, bir dənə mənfi 1 hasil elədi. Mənfi 1, məxrəcdə də 1. Mənfi 1'i də 1'ə böləndə cavab eləyir mənfi 1. 21'də də cavab C variantı. 22 nömrəli tapşırıqda. Deməli, surəti olduğu kimi yazıram. Çünki burada vuruqlarını ayırmaq A''nın kvadratı üstəgəl AB üstəgəl B''nin kvadratı. Bunu vuruqlarını ayırmaq olmur. Məxrəcdən ortaq vuruq çıxardıram A''nın kubunu. A''nın kubunu çıxardığında mötərizədə qalır. A kubu çıxılsın B kubu. Bərabərdir. A kubun olduğu kimi yazıram. Bunu kublar düsturu ilə vuruqlarını ayırsam A çıxılsın B. İkinci mötərizədə birincinin kvadratı ikisinin hasili və ikincinin kvadratı olasıdır. Surətdə də A''nın kvadratı üstəgəl AB üstəgəl B''nin kvadratını verir və bununla bu bütöv ixtisar gedir. Bütöv ixtisar gedəndə 1 bölünsün A''nın kubu A çıxılsın B də olduğu kimi qalır. Bu isə oldu ifadənin yekun cavabı. 22'də də C variantı. 23 nömrəli tapşırıq. Burada 3 dənə kəsirdi. İkisini bölüb birini vurmalıyam. Bu bölməni tərsini çevirib vurma ilə əvəz eləsəm. X bölünsün 3 y-in kvadratı. Bölməni vurma ilə əvəz eləyirəm. 2y surətə qalxır. X məxrəcə düşür. Bu vurmanı da olduğu kimi davamında yazıram. X kvadratı bölünsün y-in kvadratı bərabərdir. İndi başlayıram ixtisar eləməyə. Deməli, bu y-lə bu y kvadratı ixtisar gedir, yerində qalır y. Bu x-lə də bu x ixtisar gedir, yerlərində qalır 1. Və salam, başqa ixtisar da yoxdur. 1'i vururam 2'yə, 2x kvadratına vuranda 2x kvadratı, 3y-in kvadratıdır bu. Bu 3y kvadratını bir dənə də bu y-ə vuranda eləyir 3y üstü 3. 2x kvadratı 3y üstü 3 olur. 23'də D variantı. 24 nömrəli tapşırıq. Burada 24 qəşəng düşməyibdi. 25'i yazaq, sonra oranı əlavə eləyərik əlavə. 25'də 4 çıxılsın x kvadratısa 4 bilirik ki 2'nin kvadratıdır. Onda bunun vuruqlarını ayırsam olar 2 çıxılsın x və 2 üstəgəl x'in hasili. Buradan da 5'e ortaq vuruq çıxardıram. 2 üstəgəl x. 2 üstəgəl x'lər ixtisar gedir, qalır 2 çıxılsın x bölünsün 5. Burada 2 çıxılsın x bölünsün 5. 25'də D variantı. 26'da. P 25'dirsə bu 25 5'in kvadratı demək. P kvadratı çıx 25, yəni 5'in kvadratı. Vuruqlarını ayıranda olur P çıxılsın 5 və P üstəgəl 5'in hasili. Məxrəcdən də 7'nin ortaq vuruq çıxardıram. P çıxılsın 5 qalır. P çıxılsın 5'lər ixtisar gedir. P üstəgəl 5 surətdə qalır. 7 məxrəcdə. P üstəgəl 5, 7 məxrəcdə. 26'da E variantı. 27. X üstü A üstü 9'da. A üstü 9'u yazaram. A'nın kubunun kubu kimi çıxılsın 1. Məxrəcdə də olduğu kimi yazım hələ ki A üstü 6 ilə A üstü 3'ün və 1'in cəmi bərabərdir. Bu 1'in də üstünə kub yaza bilərəm. Kublar düsturu kimi vuruqlarını ayırsam birinci mötərizədə olar. A'nın kubu çıxılsın 1'in daha doğrusu A'nın kubu düz yazmışam. Üstəgəl çıxılsın 1. İkinci mötərizədə bunların cəminin natamam kvadratı. Birincinin kvadratı eləyir A üstü 6. İkisini bir-birinə vururam. Üstəgəl A üstü 3. Üstəgəl ikincinin yəni 1'in kvadratı 1 eləyir. Məxrəcdə də A üstü 6 üstəgəl A üstü 3 üstəgəl 1'dirsə, deməli bununla bu eyni oldu, ixtisar getdi, qaldı A'nın kubu çıxılsın 1. A'nın kubu çıxılsın 1. 27'də A variantı. 28 nömrəli tapşırıqda eyni ifadənin toplaması, deməli kubların toplamasıdır. Yazıram A'nın kubu üstündə bir dənə də kub.
üstəgəl 1-dirsə 1-in də kubu yazıram ki, vuruqlarını ayıra bilim. A üstü 6 çıxılsın A üstü 3 üstəgəl 1 bərabərdir. Kublar düsturu ilə vuruqlarını ayırsam olar A kubu üstəgəl 1 birinci mötərizədə, ikinci də bunun kvadratı, yəni A üstü 6. İkisinin hasili çıxması ilə A üstü 3 üstəgəl ikincinin kvadratı 1. Burada da A üstü 6 çıxılsın A üstü 3 üstəgəl 1-dirsə bütöv ixtisar gedir, qalır A'nın kubu üstəgəl 1. A kubu üstəgəl 1. D variantı 28-də. 29-u ixtisar eləməkdən ötürü mütləq və mütləq vuruqlarını ayırmaq lazım. Bu ilk iki dənədən 3m ortaq vuruq çıxarda bilərəm. 3m çıxardanda mötərizənin içində qalası 3m çıx 1. Buradan da n çıxardıram. Üstəgəl n yazıramsa olur. Bu da 3m çıxılsın 1. Məxrəcdəki də 3m'in kvadratı deməkdir. Çıxılsın 1'in kvadratı yazıram ki, bunu da kvadratlar fərqi ilə vuruqlarını ayırım. Surətdə hər ikisində 3m çıxılsın 1 vuruğu var. 3m çıxılsın 1 yazıramsa öbür mötərizədə qalır 3m üstəgəl n. Bunu da müxtəsərlə vuruqlarını ayırsam 3m çıx 1 və 3m üstəgəl 1 alınır. Bu 3m çıx 1'lər eyni olduğuna görə ixtisar gedir. İkinci mötərizələr isə qalır 3m üstəgəl n və burada da eləyik 3m üstəgəl 1. 3m üstəgəl n 3m üstəgəl n 3m üstəgəl 1. 29'da da oldu D variantı. 30. Surətdən deməli 5 mənfi 5'i ortaq vuruq çıxardıram. Mənfi 5'i çıxardanda qalır A çıxılsın 2. Məxrəci isə bizə bu 4 2'nin kvadratıdır. Bu 4'də 2 vurulsun A vurulsun 2 deməkdir. Yəni A çıxılsın 2'nin mötərizə kvadratıdırsa həmin mötərizədən 2 dənə yazıram. A çıxılsın 2 və A çıxılsın 2 kimi. İxtisarı aparıram. Mənfi 5 məxrəcdə də A çıxılsın 2. İndi baxanda görürəm ki, burada belə bir cavab yoxdur. Nəyə görə yoxdur? Surət və məxrəci mənfi 1'ə vururam. Mənfi 1'ə vuranda, yəni biz surəti də eynədədir, məxrəci də eynədədir vura bilim. Mənfi 1'ə vuranda eləyib 5, bunu da mənfi 1'ə vuranda eləyib mənfi A üstəgəl 2 və 5'i yazıram. Burada da səliqəli olsun deyə müsbəti qabağa, mənfini arxaya aparıram. 2 çıxılsın A. 5 bölünsün 2 çıxılsın A. 30'da oldu E variantı. 31 nömrəli tapşırıqda. Surətdən görürəm ki, mənfi 2'ni ortaq vuruq çıxartmaq olur. Mənfi 2'ni çıxardanda mötərizədə qalır A çıxılsın 4. Sonra bu 16 4'ün kvadratıdır. Burada yaza bilərəm ki, 2 vur A vur 4. Birinci ilə ikincinin hasilinin 2 misli. Deməli bu bizə bütöv verir. A çıxılsın 4'ün mötərizə kvadratı, yəni həmin mötərizədən 2 dənə. A çıxılsın 4 və A çıxılsın 4. Biri ilə bir ixtisar gedir, qalır mənfi 2, A çıxılsın 4. Yenə də surət və məxrəci mənfi 1'ə vururam. Bunu da mənfi 1'ə vururam. Bunu da mənfi 1'ə vururam. Mənfi 1'ə vuranda eləyir 2. Mənfi A üstəgəl 4 eləyir. Və səliqəli olsun deyə müsbəti qabağa, mənfini də dal aparıram. 2 bölünsün 4 çıxılsın A. 2 bölünsün 4 çıxılsın A. D variantında uyğun gəlir. 32 nömrəli tapşırıq. 32 nömrədə deməli baxıram nəyə? Buradan deməli çıxarda bilsəm, əgər 8'i çıxarsam, məsəl üçün qalır 8 çıxılsın A. Buradan amma A kvadratını çıxanda 2 çıxılsın A qalır. Yəni bu bizə düstur vermir. Amma burada deməli belə eləyə bilərəm. Mən ikisini bir qruplaşdıraram. Bu 64 çıxılsın A kubunu. Bunları da bir qruplaşdırıram. İndi burada başdan başlayaq yazaq. 64'ü yazıram. 64'ün yerinə yazacağım 4'ün kubu. Yazıram 4'ün kubu çıxılsın A'nın kubu. Çıxılsın 8A üstəgəl 2A kvadratını da yazıram hələlik. Məxrəcdəkini də olduğu kimi yazmalı ki, sonra baxaram. 16 üstəgəl 2A üstəgəl A'nın kvadratı bərabərdir. Bunu və vuruqlarını ayırsam, birinci vuruq olası 4 çıxılsın A, ikinci vuruq olası cəmin natamam kvadratı 16 üstəgəl 4A üstəgəl A'nın kvadratı. Sonra bunların içindən də mənfi 2A'nı çıxardanda qalası 4 çıxılsın A.
Məxrəci dələk olduğu kimi yazım. 16 üstəgəl 2a üstəgəl a'nın kvadratı bərabərdir. İndi baxıram surətdə 4 çıxılsın a. Burada da var, burada da 4 çıxılsın a'nı ortaq vuruq çıxardıram. Mötərizənin içində qalar bu ifadə, yəni 16 üstəgəl 4a üstəgəl a'nın kvadratı və burada da bu əmsalı 4 çıxılsın a'nı çıxartdımsa çıxılsın 2a. Məxrəc 16 üstəgəl 2a üstəgəl a'nın kvadratı qaldı. Bərabərdir. 4 çıxılsın a'nı yazıram. Bu surəti yazıram 16. 4a'dan 2a'nı çıxanda qalır. Müsbət 2a üstəgəl a'nın kvadratı. Məxrəcdə də 16 üstəgəl 2a üstəgəl a'nın kvadratı. Deməli, baxın, bu mötərizə ilə bu mötərizə tamamilə eynidir. Deməli, ifadə qaldı. Yalnız 4 çıxılsın a kimi sadə şəkildə. 32-də də C variantı. 33 nömrəli tapşırıqda yenə 2-2 qruplaşdırsam, məsəl üçün bunu burada qalar a üstəgəl 1. Burada a kvadratını çıxardığında 9 üstəgəl a qalar. Yəni bu bizə heç nə vermir. Ona görə də 27-ni yazıram. 27 3-ün kubudur. Burada yazaq 33 nömrəli tapşırıq. 3-ün kubu üstəgəl a'nın kubu üstəgəl 27a üstəgəl 9a kvadratını da axırda yazıram. Məxrəcdə də oldu a kvadrat üstəgəl 6a üstəgəl 9. İndi təkcə surəti sadələşdirim. Birincinin vuruqlarını ayıranda olur 3 üstəgəl a birinci mötərizədə. İkinci mötərizədə 9 çıxılsın 3a üstəgəl a'nın kvadratı. Bu iki dənədən də 9a'nı çıxarsam, 9a'nı çıxarsam qalır 3 üstəgəl a. Burada da 3 üstəgəl a var, burada da 3 üstəgəl a var. Hər ikisindən 3 üstəgəl a'nı çıxardırsamsa, mötərizədə qalır bu ifadə, yəni 9 çıxılsın 3a üstəgəl a'nın kvadratı, burada da üstəgəl 9a. Bərabərdir. Birinci mötərizədə 3 üstəgəl a qaldı, ikinci mötərizəni də sadələşdirəndə 9. Burada deməli, mənfi 3a, müsbət 9a, müsbət 6a və a'nın kvadratı da qaldı. Gətirib burada yerinə yazıram təzədən. 3 üstəgəl a, burada 9 üstəgəl 6a üstəgəl a'nın kvadratı, məxrəcdə də a'nın kvadratı üstəgəl 6a üstəgəl 9. Bax, burada bu toplananlar yeri dəyişikdir. Sadəcə tamamilə eyni ifadələrdə ixtisar edir. Yerində qalır 3 üstəgəl a. 3 üstəgəl a. 33-də E variantı. 34-də bölmədir. Bölməməliyini yerinə yetirməmişdən qabaq əvvəlcə vuruqlarını ayırmalıyam ki, rahat olsun. Surətdən deməli yazaq bura 34. Burada yazım ki, axıra kimi sığışsın. 3-ü ortaq vuruq çıxarsam, mötərizədə qalar x üstəgəl 1. Məxrəcdəkini də olduğu kimi yazıram, çünki onun vuruqlarını ayırmaq olmur. X kvadrat üstəgəl x üstəgəl 1. Bax, burada bölməməlidir. Bölməni vurma ilə əvəz eləyirəm. 3 düşür məxrəcə. Bu x kubu çıxılsın 1 də x kubu çıxılsın 1-in kubu kimi yazıb vuruqlarını ayırsam, birinci mötərizədə olar x çıxılsın 1, ikincidə də x kvadrat üstəgəl x üstəgəl 1. Yəni cəminin natamam kvadratı. Bax, bununla bu qəşəngcə getdi. Burada qaldı 3, burada qaldı 3, 7. Qaldı x çıxılsın 1 ilə x üstəgəl 1. Deməli, qaldı x üstəgəl 1 mötərizəmiz, bir dənə də x çıx 1 mötərizəmiz. Və bunu da kvadrata yüksəltsəm, yəni kvadratlar fərqi kimi baxsam, birincinin kvadratı çıxılsın ikincinin kvadratı, bu isə x kvadratı çıx 1 ifadəsinin verir bizə. 34-də də A variantı. 35-də yenə 4-ü ortaq vuruq çıxardıramsa, mötərizədə qalır x çıxılsın 1. Məxrəcə olduğu kimi yazıram. X kvadratı çıxılsın x üstəgəl 1. Bölməni vurmanı əvəz eləyirəm. 4 düşsün surətə. Bu 1 x'in kubu üstəgəl 1-dirsə 1-in kubu yazıb kublar düsturu ilə vuruqlarını ayırıram. X plus 1. X kvadratı minus x plus 1. Da burada xırdalıqlarına getmirəm. Birbaşa kublar düsturudur. Bu məxrəclə bu mötərizə gedir. 4 ilə də 4 ixtisar gedir. Yenə x çıxılsın 1 ilə x üstəgəl 1-in hasili qalır. Bu isə x kvadratı çıxılsın 1-in kvadratı deməkdir. X kvadratı çıx 1-in kvadratı da eləyib 1. X kvadratı çıx 1. 35-də Y variantı.
36 nömrəli tapşırığa baxıram. 36-da baxıram burada ki, A-nı ortaq vuruq çıxartmaq olur. Burada yazaq 36. A-nı çıxardanda qalır B-nin kvadratı çıx 36. 36-nın da 6-nın kvadratı yazıram. Məxrəcdəki 3B-nin kubu qalsın, vurulsun 12B-nin kvadratı və buradan da hər ikisində A kvadratı var. A kvadratını çıxardanda qalır B üstəgəl 6. Bərabərdir. İndi başlayıram burada. Gördüklərimi hələ ki ixtisar eləyim. Yerdə qalanları da vuruqlarını ayırım. Bax 12 ilə 3 ixtisar getdi. Burada qaldı 4. B kubu ilə də B kvadratı ixtisar getdi. Məxrəcdə qaldı B. Sonra bu A ilə də A kvadratı ixtisar getdi. Məxrəcdə qaldı A. İndi qalanları yazaq. Məxrəcdə qaldı A ilə B. Bir də B üstəgəl 6. Surətdə də qaldı 4. 4'ü qabaqda yazıram. Bunu da vuruqlarını ayıranda olur. B çıxılsın 6 və B üstəgəl 6. Burada da B üstəgəl 6'lar ixtisar gedir. Qalanlar qalır da vəssalam 4. B çıxılsın 6. Məxrəcdə də A, B-nin hasili. 4. B çıxılsın 6. Məxrəcdə də A, B-nin hasili. Y variantı. 37. Deməli, surətdən çıxarda bilərəm A-nı. A-nı çıxardanda mötərizədə qalır B üstü 4, bir də 49. B üstü 4'ün yerinə də yazıram B-nin kvadratının kvadratı. Çıxılsın 49'un da yerinə yazıram 7'nin kvadratı ki, sonra vuruqlarını ayıra bilim. Məxrəcdə 6 B-nin kubu. Vurulsun 24 B üstü 4. Buradan da deməli A kvadratını çıxardıram. Mötərizədə qalır B-nin kvadratı üstəgəl 7. Bərabərdir. Yenə burada ilk gördüyümləri ixtisar eləyim. A ilə A kvadratı ixtisar gedir, qalır A. 6 ilə 24 ixtisar gedir, 4. B kubu ilə B üstü ixtisar gedir, qalır burada B. Yerdə qalanları indi vuruqlarını ayıraq. Deməli, bunu vuruqlarına ayırsam olar. B-nin kvadratı çıxılsın 7 və B-nin kvadratı üstəgəl 7 kimi vuruqlarına ayrılır. Bir dənə də burada 4 qalıb, bir dənə də B qalıb. Bunu da yazıram bura 4B. Bunlar qaldı ikisi də. Məxrəcdə də A-nın bir dənəsi qalıb. B kvadratı üstəgəl 7 qalıb. Bu B kvadrat üstəgəl 7'lər də burada ixtisar gedir. Yerdə qalanlar qalır. 4B qaldı. B kvadratı çıxılsın 7 qaldı. Məxrəcdə də A qaldı. 4B kvadrat 4B B kvadrat çıxılsın 7 bölünsün A. 37'də A variantına uyğun gəlir. 38. Burada x çıxılsın 4'ün kvadratıdır. Burada 1'dir. 1'in də kvadratı kimi yazsam onsuz ki qiyməti dəyişmir. Ona görə də bunu mən vuruqlarını ayırsam bir dəfə x çıxılsın 4'dən 1'i çıxaram. Bir dəfə də x çıxılsın 4'ün üstünə 1 gələrəm. Deməli, olası x çıxılsın 4 çıx 1 və x çıxılsın 4 üstəgəl 1. Məxrəcdə də ki 9 da 3'ün kvadratı olduğuna görə bunu da vuruqlarını ayıranda olar. X çıxılsın 3 ilə x üstəgəl 3'ün hasili. Surəti hesablasam x çıxılsın 5, məxrəcdə də x çıxılsın 3. Məxrəcdə yenə x çıxılsın 3 və x üstəgəl 3 vuruqları qalır. Burada x çıxılsın 3'lər ixtisar getdi. Surətdə qaldı x çıxılsın 5, məxrəcdə də qaldı x üstəgəl 3. Deməli, bu da oldu x çıxılsın 5, x üstəgəl 3. 38'də C variantı. 39. 25 5'in kvadratı deməkdir. 9 da 3'ün kvadratıdır. Bunu da kvadratlar fərqi ilə, bunu da kvadratlar fərqi ilə vuruqlarını ayırıram. Surətdə olar x çıxılsın 5 və x üstəgəl 5. Məxrəcdə də x çıxılsın 2'dən bir dəfə 3 çıxmalıyam. Bir dəfə də x çıxılsın 2'nin üstünə 3 gəlinməlidir. Bərabərdir. Surətdəki x çıxılsın 5 ilə x üstəgəl 5'i yazdım. Məxrəcdə də x çıxılsın 2 çıxılsın 3'dürsə, deməli bu x çıxılsın 5'dir. Burada da x
kvadratı yoxdur. X çıxılsın 2'nin üstünü 3 gələndə eləyir x üstəgəl 1. X çıxılsın 5'lər ixtisar gedir. X üstəgəl 5'in biri qalır. Məxrəcdə də x ilə 1'in cəmi. X üstəgəl 5 məxrəcdə də x ilə 1'in cəmi. X üstəgəl 5 x. İkisi də toplamada A variantı. 39'da A variantı. 40. 40'da bu 9A kvadratı elə bil ki 3A'nın mötərizə kvadratı deməkdir. Yine kvadratlar fərqi ilə vuruqlarını ayırıram. Burada işarəyə diqqət eləmək lazımdır. Bu olası 3A üstəgəl A üstəgəl 7 və bir dəfə də 3A'dan A üstəgəl 7'ni çıxıramsa, onlar çıx A çıxılsın 7. Məxrəcdən də A'nı ortaq vuruq çıxardanda qalar 4A üstəgəl 7. Bərabərdir. Surətdəki mötərizələri sadələşdirsəm olar 4A üstəgəl 7. Bu bir də 2A çıxılsın 7. Məxrəcdə də A, bir də 4A üstəgəl 7'nin hasili. Bunlar ixtisar qaldı 2A çıxılsın 7. Məxrəcdə də A. 2A çıxılsın 7. Məxrəcdə də A. 40'da D variantı. 41. Deməli 4A kvadratı 2A'nın mötərizə kvadratı deməkdir. Burada kvadratlar fərqi kimi vuruqlarını ayırım. Surətdə A'nı çıxardıram ortaq vuruq. A'nı çıxardanda qalır 3A üstəgəl 5. Məxrəcdə də 2A'dan, daha doğrusu 2A'nın üstünə A üstəgəl 5'i bir dəfə gəlirəm. Bir dəfə də 2A'dan A üstəgəl 5'i çıxıramsa, qabağında çıxma varsa onlar çıxılsın A, çıxılsın 5. Yine burada surət olduğu kimi qalsın. Məxrəcdə 3A üstəgəl 5'i yazdım. Burada da hesaplasam eləyər 3A üstəgəl 5 birinci mötərizənin cavabı, A çıxılsın 5'dir ikinci mötərizənin cavabı. İxtisarlar eynilər getdi. Qaldı A bölünsün A çıxılsın 5. A bölünsün A çıxılsın 5. 41'də E variantı. 42 nömrəli tapşırıqda. Deməli, burada 25x kvadrat çıxılsın 15x üstəgəl 2'dir. Burada mən deməli vuruqlarını ayırmanı görmürəmsə, deməli bunu kvadrat tənliklə həll edib yaza bilərəm. Bunu əvvəlki dərsimizdə də izah eləmişdim ki, əgər ax kvadratı üstəgəl bx üstəgəl c üçədlisini vuruqlarına ayırmaq istəyiriksə və birinci bunun köklərini tapmalıyam. Kökləri x1, x2 olsa, a-nı yazda qabaqda x çıxılsın x1 birinci vuruğumuz, x çıxılsın x2 də ikinci vuruğumuz olasıdır. Deməli bu kvadrat üçədlinin vuruqlara ayrılma düsturudur. İndi bu düstura əsasən 25 x'in kvadratı çıxılsın 15x üstəgəl 2'ni vuruqlarına ayırım. Yəni əvvəlcə köklərini tapım. Köklərini tapanda d bərabərdir 15'in kvadratı 225 çıx 4'ü 2'ye vuranda 8 eləyir, 8'i də 25 vuranda eləyir 200. Burada 25 oldu. x1 bərabərdir. Əks işarə ilə götürmüş ikinci əmsal 15 üstəgəl 25'dən kök çıxır 5 bölünsün 2'ni də 25'e vuranda 50 eləyir. 2A'dır da düsturumuz. Bu eləyir 20 bölünsün 50. Bu da eləyir 2 bölünsün 5. O biri kökü tapsam 25'dən 5'i çıxıram. 50'dən məxrəcdə qalır. 25'dən 5 çıxanda qalır. Bir dəqiqə 25 yox. 15'ti bu. İkinci əmsal. 15'dən 5 çıxanda qalır 10. Onu da 50'ye böləndə ixtisar gedir qalır 5'də 1. İndi burada bu qayda ilə mən vuruqlarını ayırsam yazaram ki A 25'dir. 25 vurulsun. Kökün biri 5'də 2'dir. X çıxılsın 5'də 2 və x üstəgəl, burada da üstəgəldirsə çıxma olur, müsbətdirsə. X çıxılsın 5'də 1. İndi burada nə etmək lazımdır? Burada bu 25'i 2 dənə 5 vurulsun 5 kimi yazıram. X çıxılsın 5'də 2 və x çıxılsın 5'də 1 ifadəsində yazıram. Bu 5'in birini bu mötərizəyə, öbürünü də öbür mötərizəyə vururam. 5'in birini birinci mötərizəyə vuranda mötərizənin içində 5x çıxılsın 5'lər ixtisar gedir qalır 2.
Bu birinə də vuranda yenə 5x çıxılsın. Burada da 5'lər ixtisar gedir, qalır 1. Deməli, surətin vuruqları oldu bu. İndi təzədən buraya yazıram mən bunu. 5x çıxılsın 2 və 5x üstəcər çıxılsın 1. Məxrəcdə də 25x kvadratı, 5x'in kvadratı, bu da 1'in kvadratı kimi yazsam, 5x çıxılsın 1 və 5x üstəcər 1 kimi də bu vuruqlarına ayrılır. Bu mötərizələr eyni oldu. Surətdə qaldı 5x çıxılsın 2. Məxrəcdə də qaldı 5x üstəcər 1. Deməli 42'də də oldu. B variantı. Bu qaydanı əzbər bilmək lazımdır. Kvadrat üçədlinin vuruqları ayrılma düsturudur. Bir dənə də burada təkrar edeyim ki, bax qabaqda A 25'dir. Burada 2 dənə kəsir var. Kəsirdən qurtarmaqdan ötürü bu qabaqdakı A əmsalını parçalayıb mötərizələrin içinə vurmaq lazımdır ki, kəsirsiz nədir ona da vuruqlarına ayrılmış olsun. İndi baxıram buna. Surətdən baxan kimi görürəm ki, M-i ortaq vuruq çıxartmaq olur. M-i ortaq vuruq çıxardanda mötərizənin içində qalır M kubu çıxılsın 1. O 1'i də 1'in kubu kimi yazıram ki, rahatlıqla vuruqlarını ayıra bilim. Məxrəcdə də 2'ni ortaq vuruq çıxardanda qalır M-in kvadratı üstəcər M üstəcər 1 kimi. Bərabərdir. Surətdəki M məxrəcdəki 2 və mötərizə olduğu kimi qalır. Bunun mən vuruqlarını ayırıramsa olur. M çıxılsın 1. M-in kvadratı üstəcər M üstəcər 1. Bu mötərizə ilə bu mötərizə ixtisar getdi. Qaldı burada bunlar. Bunlar da bir-birinə vuranda eləyir. M kvadratı çıxılsın M bölünsün 2. M kvadratı çıxılsın M bölünsün 2. 43'də C variantı. 44'ə baxaq. 44'də adam baxanda vahimiyə gəlir ilk baxışdan. Amma burada bir şeyi nəzərə almaq lazımdır. Məsəl üçün deyirəm ki, 2 çıxılsın x böyükdür 0'dırsa, x çıxılsın 2 də kiçikdir 0'dır. Yəni bunlar bir-birinin əks ədədləridir. Əks ədədlərin kubları da əks ədədlər olasıdır. Yəni onların da cəmi 0 olası. İndi baxın bura. X minus 1'in kubu ilə 1 çıxılsın x'in kubu. Yəni bunu ilk baxışdan görmürüksə, yerinə məsəl üçün x'in yerinə istənilən bir dənə ədəd yazaq. Tutaq ki 3. Bax 3'dən 1 çıxanda eləyir 2, 2'nin kubu. Burada 3 verirəmsə 1'dən 3 çıxanda mənfi 2'in kubu. Deməli buraya yazaq bir dənə nümunə olaraq. X bərabərdir 3 nəzərə alıramsa, deməli bu olur. 3'dən 1 çıxanda 2'nin kubu üstəcər 1'dən 3 çıxanda da mənfi 2'nin kubu. Bu 2'nin kubu 8 eləyir. Mənfi 2'nin də kubu mənfi 8 eləyir. Toplayanda eləyir 0. Deməli bax bu 2 dənə ifadənin qiyməti həmişə bizə 0 verir. 0 verirsə deməli yerdə qaldı bunlar ikisi. İndi bunların ikisi ilə başlayaq işləməyə. A üstü 6'nın yerinə yazıram. X üstü 6'nın yerinə daha doğrusu. X üstü 2'nin kubu ya da ki x üstü 3'ün kvadratı yazaq ki, burada x üstəcər 3 var. X üstü 3'ün kvadratı çıxılsın 1'in kvadratı. Məxrəcdə də bunlar 0 oldusa qaldı təkcə x üstü 3 üstəcər 1. Bərabərdir. Bunu vuruqlarına ayıranda olur x'in kubu çıx 1, x'in kubu üstəcər 1. Məxrəcdə də x'in kubu üstəcər 1 var. Bu toplamalar ixtisar getdi, qaldı x'in kubu çıxılsın 1'in özü. X kubu çıxılsın 1. 45'də B variantı. 45 nömrəli tapşırığa baxaq burada. Burada 45 nömrəli tapşırığa baxaq. 45 nömrəli 45'i yazdık. 46 nömrəli tapşırıqda. Deməli x çıxılsın 1'in üstü 9, 1 çıxılsın x üstü 9 əks ədədlərdir. Əks ədədlərin 9-cu dərəcədən qüvvəti yenə də 0'a bərabərdir. Deməli burada qalır yenə burada bizim bu ifadəmiz. İndi bu 2 dənədən, ilk 2 dənədən x kvadratına ortaq vuruq çıxarsam mötərizədə qalar x plus 2.
Buradan da 16'nı çıxarsam yenə x üstəgəl 2 qalar. Məxrəcdə də qalanlardan x çıx 1'in kvadratıdır. 9 isə 3'ün kvadratı olduğuna görə mən bunu x çıxılsın 1 çıxılsın 3 və x çıxılsın 1 üstəgəl 3 kimi vuruqlarını ayıra bilərəm. Surətdən hər ikisindən x üstəgəl 2 ortaq vuruğunu çıxardıram. İkinci mötərizədə qalır x kvadratı çıxılsın 16 və bunu da x çıxılsın 4, x üstəgəl 4 kimi vuruqlarını ayıraraq 3 dənə vuruq kimi yazıram. Burada da məxrəcdə x çıxılsın 4 olur birinci mötərizəmiz. İkinci mötərizəmiz isə x üstəgəl 2 olur. Bu x çıxılsın 4 ilə x çıx 4 ixtisar gedir. Üstəgəl 2 ilə də üstəgəl 2 ixtisar gedir. Cavabda qalır x üstəgəl 4. 46'da da olur C variantı. 47'yə baxaq. Burada yenə əks ədədlərin üstündə dərəcələri tək dərəcədirsə, deməli bunun cavabı 0'dır. 0'dırsa yenə surəti x kvadratını ortaq vuruq çıxardaraq x çıxılsın 3, öbüründən də mənfini çıxardıram, yəni mənfi 1'i. Yenə x çıxılsın 3 qalır. Məxrəcdə də 4 2'nin kvadratıdırsa, deməli 2'nin üstünə bir dəfə x çıxılsın 1'i gəlməliyəm. Bir dəfə də 2'dən x çıx 1'i çıxmalıyamsa çıxılsın 2 üstəgəl 1 olur bu da. Surətdən x çıxılsın 3'ü ortaq vuruq çıxardanda mötərizə qalar x'in kvadratı çıx 1 və bunu da vuruqlarını ayıranda x çıx 1 ilə x üstəgəl 1'in hasil eləyir. Məxrəcdə də x'i yazıram. Üstəgəl 2'dən çıx 1'i çıxanda üstəgəl 1 eləyir. Öbüründə də 2 ilə 1'i toplayanda eləyir 3 çıxılsın x də bu eləyir. İndi burada x üstəgəl 1 ilə x üstəgəl 1 ixtisar gedir. X çıxılsın 3 ilə 3 çıxılsın x ixtisar gedir. Yerində mənfi 1 qalır. Deməli cavab elədir. Mənfi 1 x çıxılsın 1. Bunlar da mənfi 1'ə vurub mötərizəni açsam mənfi x üstəgəl 1 eləyər. Yerlərini də dəyişdirsəm 1 çıxılsın x eləyər. 1 çıxılsın x də 37'də olur. D variantı. Belə 47'də bu. 47'də oldu D variantı. 48 nömrəli tapşırıqda. Deməli biz bilirik ki, dərəcəsi az olanı ortaq vuruq çıxartmalıyam. Bunlarda dərəcəsi az olan a üstü 2 n'dir. Onda mötərizənin içində qalar a''nın kvadratı çıx 1. Məxrəcdə də dərəcəsi az olan yenə a üstü 2 n'dir. Burada qalar a''nın kvadratı üstəgəl 2 a''nın üstündə 1, yəni 2 n getdi 1'i qaldı. Üstəgəl 1 kimi belə. Bir dənə də baxım. 2 bərabərdir. 2 a üstü 2 n'lər burada ixtisar gedir. Bunu da vuruqlarına ayırsam olar. A çıxılsın 1 ilə a üstəgəl 1'in hasili. Məxrəcdəki isə a üstəgəl 1'in mötərizə kvadratıdır. Yəni a üstəgəl 1 mötərizəsindən 2 dənənin hasili. A üstəgəl 1'lər ixtisar gedir. A çıxılsın 1 surətdə. A üstəgəl 1 də məxrəcdə qalır. A çıxılsın 1 surətdə. A üstəgəl 1 məxrəcdə. 49'da yenə eyni qayda. Dərəcəsi az olanı çıxardıramsa ortaq vuruq. Deməli burada a üstü 2 n'ı ortaq vuruq çıxartmalıyam. Qalar a''nın kvadratı çıx 1. Məxrəcdə də üstəgəl 2 3'dür. Üstəgəl 2 üstəgəl 1'dirsə deməli a''nın üstündə 2 n üstəgəl 1 ortaq vuruq çıxardıram. Bunda qalır a kvadratı çıxılsın 2 a. Yəni burada 2 dənədir. Bir dənəsini çıxartmışam. Üstəgəl 1. Bərabərdir. Buradan deməli ixtisar gedir. Surətdə 1 qalır. Məxrəcdə a üstü 1 qalır. Deməli surətdə 1, məxrəcdə a üstü 1. Yəni 2 n'lər ixtisar gedir. Bunu da vuruqlarına ayıranda olur. A çıxılsın 1 və a üstəgəl 1. Bu isə a çıxılsın 1'in mötərizə kvadratıdır. Yəni a çıxılsın 1 mötərizəsindən 2 dənəsinin hasili. A çıx 1'lər burada getdi. Surətdə qaldı. A üstəgəl 1, məxrəcdə də qaldı. A vurulsun, A çıxılsın 1. Burada da cavabları vurub açıb verib deyə biz də bu mötərizəni açaq. A''nı A'ya vuranda eləyər A''nın kvadratı çıx, A''nı 1'ə vuranda A kvadratı çıxılsın A, surətdə də A üstəgəl 1. 49'da da B variantı. 50. 50'də bu A çıxılsın B'nin mötərizə kvadratısa, deməli bu mötərizədən 2 dənədir.
A çıxılsın B-nin bir dənəsini ortaq vuruq çıxardıramsa mötərizədə qalır A çıxılsın B üstəgəl 5. Məxrəcdə də 2-2 qruplaşdıra bilərəm. Məsələn, buradan A-nı çıxarsam, yox, burada bununla bunu çıxarsam, bunların eyni ortaq vuruğu olası deyil. A kvadrat çıx B kvadratını bir qruplaşdırım. Elə bir şey, belə yazaq bunu. A kvadratı çıxılsın B kvadratı üstəgəl. Yox, belə də olmayasdı bu. Belə də olmayasdı. Çünki elə olanda da bunları mötərizələrin içi eyni qalmır. Belə yazaq burada. Bu üçünü bir qruplaşdıraq. B kvadratını 1. Bu üçü bir yerdə bizə verər A üstəgəl 5-in mötərizə kvadratı çıxılsın B-nin kvadratı. Ona görə də indi bunu vuruqlarına ayıranda olar. A çıxılsın, yox, üstəgəldir. A üstəgəl 5 üstəgəl B və A üstəgəl 5 çıx B kimi vuruqlarını ayırmaq olar. Deməli, A çıx B üstəgəl 5-lər bunlar ixtisar gedir. Surətdə qalır A çıxılsın B. Məxrəcdə də qalır A üstəgəl B üstəgəl 5. A çıxılsın B. Məxrəcdə də hamısı toplama. 50-də A variantı. 51 nömrəli tapşırıq. Yenə burada vuruqlarını ayırıramsa A üstəgəl 5-i çıxartmalıyam surətdən. A üstəgəl 5-i mötərizə xaricinə çıxardanda öbür mötərizədə A üstəgəl 5-in bir dənəsi qalır, bir dənə də çıx 5 qalır. A üstəgəl 5 yox, belə A üstəgəl B-ni çıxardıram. A üstəgəl B qalır, bir dənə də üstəgəl 5 qalır. Məxrəcdə də bu üçünün yerinə yaza bilərəm. A üstəgəl B-nin mötərizə kvadratı çıx 25-in də yerinə 5-in kvadratı yazıb vuruqlarını ayırıram. Olur A üstəgəl B üstəgəl 5 və A üstəgəl B çıx 5. Bu mötərizə ilə bu getdi. Qaldı A üstəgəl B surətdə. A üstəgəl B üstəgəl 5-də məxrəcdə. Hamısı toplamadır. 51-də Y variantı. 52-yə baxıram. Deməli, burada biraz işimiz azca uzundur. Belə ki, yazıram burada 52. 52-ni burada deməli əvəzləməliyib vuruqlarını ayırmalıyam. B-nin kvadratını əvəz eləyirəm bir dənə A ilə. A ilə əvəz eləyəndə bu tənliyimiz olur. A-nın kvadratı çıxılsın 4A çıxılsın 5 bərabərdir 0 kimi. Və bunu da vuruqlarını ayıranda olar A birbaşa yazıram da özüm. Siz özünüz hesaplayarsınız. A çıxılsın 5 ilə A üstəgəl 1-in hasili kimi. Və burada da B kvadratı ilə əvəz elədiyimə görə B kvadratı çıxılsın 5, B kvadratı üstəgəl 1 kimi vuruqlarına ayrılır bu. Deməli, surətin vuruqları oldu bu. Eyni qayda ilə məxrəcə baxıram. Məxrəcdə yenə B kvadratını bir dənə məsəl üçün T ilə əvəz eləsəm, olar T-nin kvadratı üstəgəl 4T üstəgəl 3. Bu 0-dırsa, deməli, hasili 3-dürsə, bu da 4-dürsə, olasıdır bu belə. T üstəgəl 1, T üstəgəl 3 kimi vuruqlarını ayırmaq olar. T-ni də B kvadratı ilə əvəz elədiyimə görə B kvadrat üstəgəl 1 və B kvadratı üstəgəl 3. Bu da oldu məxrəc. İndi ifadədə yazıram yerinə. Deməli, surətin yerinə yazıram. B kvadratı çıxılsın 5, B kvadratı üstəgəl 1. Məxrəcin yerinə də bunu yazıramsa B kvadrat üstəgəl 1 ilə B kvadratı üstəgəl 3-ün hasili. Bu B kvadrat üstəgəl 1-lər ixtisar getdi qaldı. B-nin kvadratı çıx 5 surətdə. B-nin kvadratı üstəgəl 3-də məxrəcdə. B-nin kvadratı çıx 5, B-nin kvadratı üstəgəl 3. 52 nömrəli tapşırıqda da oldu. B variantı. 53 nömrəli tapşırıq. Yine bu üsttəki kimi vuruqlarını ayırsam, deməli, hasili -4 olmalıdırsa, olasıdır. A-nın kvadratı çıxılsın 4 və A-nın kvadratı üstəgəl 1 kimi vuruqlarını ayrılasıdır bu. Yəni, bunu əgər bu qayda ilə bilmiriksə, dənə-dənə ayırmaq lazımdır. Burada da üstəgəl 2 olduğuna görə, deməli, 2-ni 1-ə vuranda 2 eləyir də. Ona görə olasıdır A kvadratı üstəgəl 2 və hamısı müsbətdir.
A kvadrat üstəgəl 1 kimi də bu vuruqlarına ayrılır. Burada da bunlar ixtisar gedir. Surətdə qalır A-nın kvadratı çıxılsın 4. Məxrəcdə də A-nın kvadratı üstəgəl 2. Bu ilk baxışdan ixtisar oxşayır, amma daha buradan o tərəfə ixtisar getmir bunlar. Burada da 53'də də olur C variantı. 54. Deməli, x böyükdür 1-dən. X 1-dən böyükdürsə, 1-dən x-i çıxanda mənfi ədəd qaldığına görə, deməli, bunu mən moduldan mənfi ilə çıxartmalıyım. Ya mənfi ilə çıxartmalıyım, ya da əksini, yəni müsbətini çıxartmalıyım. Elə daha rahat. X çıxılsın 1. Bax, x böyükdür 1 olduğuna, x-dən 1 çıxanda müsbət ədəd qalır. Biz bilirik ki, moduldan həmişə müsbət ədəd çıxır. Deməli, bunu moduldan çıxartdım. Burada da mənfi 2-dirsə, deməli, olasıdır. X üstəgəl 2 ilə x çıxılsın 1-in hasili kimi. X çıxılsın 1-lər gedir, qalır x bölünsün x üstəgəl 2. X bölünsün x 3 üstəgəl 2, 54'də C variantı. Modulun tərifindən istifadə elədik orada da. Burada da A kiçikdir 2-dən. A-dan 2-dən balaca ədəd. Məsələn, 1-dən 2 çıxanda mənfi ədəd qaldığına görə bunları moduldan müsbəti ilə çıxartmalıyam. Yəni A vurulsun, 2 çıxılsın A. Bu kvadrat 3 ədlini də bayaq dediyim qayda ilə vuruqlarını ayırsam, yəni diskriminantı tapıb köklərini tapıram, sonra vuruqlarını ayırıram. Bu bizə verir A çıxılsın. Deməli, 2-ni 3-ə vuranda 6 eləyir də. A üstəgəl 3, bir də A çıxılsın 2 kimi. İndi burada 2 çıxılsın A-la, A çıxılsın 2 ixtisar gedir, yerində qalır mənfi 1. Deməli, mənfi verirəm qabağa, məxrəcdə də qalır A üstəgəl 3. A bölünsün A üstəgəl 3, 55'də B variantı. 56'da dəyişənlərin dərəcəsi az olanı ortaq vuruq çıxartmalıyam. Deməli, 2 üstü m'dir, burada da 2 üstü m minus 1'dir, balacası budur deməli. 2 üstü m minus 1, 3 üstü n minus 1, burada da 3 üstü n'dirsə, deməli, balacası da 3 üstü n minus 1'dir. Buradan bir dənəsini m minus 1, yəni bir dənəsini çıxart, bir dənəsi qaldı, daha doğrusu 2 vur, 2 çıx. Bunu da özünü çıxartmışdım da. Burada da bu özü getdi. Buradan da bir dənə əskiyin çıxartdığıma görə 2 vurulsun, 3 qaldı burada. Məxrəcdə də 2 üstü m vurulsun, 3 üstü n qaldı. Bərabərdir. Bu 2-dən 3 çıxanda qalır mənfi 1. Mənfini verirəm qabağa. İndi baxıram buna. Bu nə deməkdir? Bu 2 üstü m bölünsün 2 deməkdir. Bu isə 3 üstü n bölünsün 3 deməkdir. Burada da 2 üstü m vurulsun 3 üstü n qalır. Qalırsa bərabərdir. Bunlar bir-birinə vuranda eləyib mənfi dursun qabaqda 6'da 2 üstü m vurulsun 3 üstü n. Buna bölmək 1 bölünsün 2 üstü m vurulsun 3 üstü n'ə vurmaq deməkdir. Bunlar da ixtisar gedir, qalır mənfi 6'da 1. 56'da da B variantı. 57'yə baxıram. M üstəgəl 1-dir, m'dirsə, deməli üstü az olan m'dir. 4 üstü m'i çıxardıramsa, qalır 4'ün bir dənəsi burada mötərizənin içində. Və buradan da 5'in üstündə n'i çıxardıram. 5 üstü n. 5 üstü n'i çıxartdım. Burada bir dənə 4 qaldı. Burada da 4 üstü m'i çıxartmışam. 5 üstü n'i çıxartmışam. Bir dənə də 5 orada qaldı. Əssalam. Məxrəcdə də deməli, bunu yaza bilərəm. 4 üstü m bölünsün 4 kimi. Yəni, bunun üstündə 1'dir. Əsas yazılır. Üstləri çıxanda m çıxılsın 1 qalır. Vurulsun. 5 üstü n bölünsün 5'də bu eləyir. Bərabərdir. Bu mənfi 1 eləyir. Mənfi 1'i verirəm qabağa. Oldu 5 üstü n vurulsun 4 üstü m. Burada da bir-birinə vuranda 20 də bu eləyir. Bölmək tərsinə çevirib vurmaq deməkdir. 4'ü 5'e vuranda eləyir 20. Məxrəcdə də olasıdır 4 üstü m vurulsun 5 üstü n. Bunlar da ixtisar gedir. Mənfi qalır. Bir də 20 qalır. Mənfi 20 də olur. 57'də E variantı. 58 nömrəyə tapşırıq. A'nın kubu A üstü 33 üstəcə 1'dir. Bu da belədir. Deməli, A üstü 33'ü yaza bilərəm. A üstü 11'in kubu üstəcəl 1 kimi. Biri də 1'in kubu yazıb, indi vuruqlarını ayırıq. Deməli, birinci mötərizə olasıdır A üstü 11 üstəcəl 1. İkinci mötərizə olasıdır bunun kvadratı. Bunun kvadratı eləyir A üstü 22 çıx.
İkisinin hasili a üstü 11 üstə gəl 1'in kvadratı da 1. Deməli bu oldu bizim surətimiz. Məxrəcdə də olduğu kimi qalır ifadə. Burada da yazsam a üstü 11 çıxılsın a üstü 22 üstə gəl a üstü 33 bərabərdir. Deməli əvvəl yazıram a üstü 11 üstə gəl 1. Buranda yazıram a üstü 22 çıxılsın a üstü 11 üstə gəl 1. Məxrəcdən də a üstü 11 ortaq vuruq çıxardıram. A üstü 11 ortaq vuruq çıxardığında yerində qalır 1 çıxılsın a üstü. Deməli 11 dənəsini çıxartmışamsa burada 11 dənəsi qalasıdır. 22 dənədir də. Burada da üstə gəl a üstü. Buradan da 11 dənəsini çıxartmışamsa 22 dənəsi qalasıdır. Bax bu mötərizə ilə bu mötərizə eynidir. İxtisar getdi. Qaldı bir dənə bunlar. Bu da a üstü 11 üstə gəl 1 bölünsün a üstü 11 deməkdir. A üstü 11 üstə gəl 1 bölünsün a üstü 11. 58'də C variantı. 59'a baxaq. A üstü 21'i yaza bilərəm. A'nın üstündə 7, üstündə 3 kimi çıxılsın 1'in kubu. Məxrəcdən də 3'ündən də ən balaca olan A üstü 7'ni ortaq vuruq çıxarsam qalır A üstü 7'ni çıxartdımsa burada qalar A üstü 21'dən 7 çıxanda 14 üstə gəl A üstü 7 üstə gəl 1 bərabərdir. İndi surəti vuruqlarına ayırıram. Birinci mötərizədə olası A üstü 7 çıxılsın 1. İkinci mötərizədə bunun kvadratı. Bunun kvadratı eləyir A üstü 14. İkisinin hasili A üstü 7 üstə gəl 1. Məxrəcdə də A üstü 7 qalır. A üstü 14 üstə gəl. A üstü 7 üstə gəl 1 də burada qalır. Bunlar ixtisar gedir. Qalır A üstü 7 çıx 1. Məxrəcdə də A üstü 7. A üstü 7 çıx 1. A üstü 7 eləyir 59'da E variantı. 60'a baxıram. Deməli 60'da 4 dənə kvadrat üçədli var. Bu 4 dənə kvadrat üçədlinin hamısını ayrı-ayrı yazıb, vuruqlarını ayırıb, köşlərini tapmaq lazımdır. Mən indi bunları şifahi tapıram V teoremi ilə. Deməli birincinin köşlərini tapsam, köşləri olasıdır 6 ilə 1. 6 müsbət, 1 mənfi. Deməli olasıdır belə. X üstə gəl 6 və x çıxılsın 6, x çıxılsın 1 olmalıdır ki, bir-birinə vuranda müsbət 6 eləsin. Bu da mənfi 6x ilə də müsbət 1x'in eləyəsidir. Bir dəqiqə bunu bir dənə də belə diqqətlə baxaq. Deməli x çıxılsın 6'dırsa, x çıxılsın 1'dir. Bəli, düz yazmışam. Mənfi 6x, mənfi 1x. Bir dənə də bunu təzdən eləyim. Deməli, birinci ifadəni mən vuruqlarını ayırmaq istəyirəmsə burada, bir dənəsini qoy belə qəşəng yazaq. X'in kvadratı çıxılsın 5x üstə gəl 6 bərabərdir 0'dırsa, buradan diskriminant bərabərdir 1'ə. X1 bərabərdir əks işarə götürmüş ikinci əmsal, yəni 5 üstə gəl 1 bölünsün 2, 6'ın 2'yə böləndə eləyir 3. X2 də bərabərdir 5 çıxılsın 1 bölünsün 2, 4'ü 2'yə böləndə 2. Deməli birinci kəsirin yerinə yazıram mən. X çıxılsın 3, kökü 3 olduğuna görə bir dənə də x çıxılsın 2 kimi. Bunun vuruqlarını ayırdım. İndi 15 olanda hasili 15, 3, 5, cəmi də mənfi 8 eləyirsə, deməli bunu da vuruqlarını bu qayda ilə ayırmaq olar əslində. İndi mən burada birbaşa yazıram. Bu olur x çıxılsın 3 və x çıxılsın 5 kimi vuruqları. Sonra bunu da birbaşa görürəm ki, x çıxılsın 2 mötərizə kvadratıdır. Bölmədir. Bölmədə aşağı çevirəm, yazıram x üstə gəl. X çıxılsın 2'dən 2 dənə. Yəni x çıxılsın 2 mötərizə kvadratıdır. Bu da 5 ilə 2'dir. Vuranda 10 eləyir, toplayanda 7 eləyir. Ona görə də yazıram ki, burada x çıx 5 və x çıxılsın 2 kimi vuruqlarını ayırıram.
Bu x çıxılsın 2'lər buradan getdi. X çıx 5 ilə də bu x çıx 5 getdi. X çıxılsın 2 ilə x çıxılsın 2 getdi. X çıxılsın 3 ilə də x çıxılsın 3 getdi. Hamısı getdi. 60'da qaldı. E variantı. 60'da da birbaşa E variantı qaldı. 61 nömrə tapşırıqda. Yine bu surət bizə verir x çıxılsın 2'nin mötərizə kvadratı, yəni x çıxılsın 2'dən 2 dənə. Məxrəcdə də vuranda 8 toplayanda 6 eləyən ədədləri axtarmalıyam. Eləsin x çıxılsın 2 ilə x çıxılsın 4. Sonra bölməni vurma ilə əvəz eləyirəm. Bura baxıram. Deməli, bu eləyir 20'dirsə 4 ilə 5 kimi vuranda 20 eləyir. İkisi də mənfidir x çıxılsın 4. X çıxılsın 5 də bu eləyir. Burada da deməli 2 ilə 5'dirsə olası x çıxılsın 2, x çıxılsın 5. Vuruqlarını ayıranda. İndi x çıxılsın 2'lər getdi. X çıxılsın 4'lər də getdi. X çıxılsın 2 ilə x bunlar da getdi. Elə yerində yenə qaldı 1. A variantı.